Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər, müəllimlər, şagirdlər və biologiya sevərlərimiz. Biz bu test toplumumuzda sizlərlə din birinci hissə 2025-ci il test toplusundan qan dövranı tənəffüs bölməsinə aid ürək və qan damarlarından 74-cü testdən sonraki sualların izahını verəcəyik. Başlayaq 74-cü sualdan. 74-cü sualda bizə deyilir ki, qan insanın ağciyər kapillarlarında 37,5 mm məsafə qət etmişdir. Və burada yazıb ki, 1 saniyədə kapillarlarda sürət 0,5 mm-dir. Bundan biz istifadə edirik. Görək neçə saniyə bu kapillarlarda hərəkət edibdir. 1 saniyədə 0,5 millimetr yol gedirsə, bəs neçə saniyədə 37,5 millimetr yol getmiş olacaq? Buradan x-i tapanda bu eləyir 75 saniyə vaxt ərzində yol gedibdir. Və deyir ki, bu zaman 1 saniyəlik ürək sikli şəraitində neçə ürək döyüntüsü olar? Biz bilirik ki, sikl bərabərdir zaman t bölünsün vurğunun sayı, yəni n. İndi siklin yerinə 1 qoyanda 1 bərabərdir. Zamanımız 75 saniyədir. N-imizi buradan tapmalıyıq. N də nəyə bərabər olacaq? 75-i 1-ə böləcəyik və cavabımız olacaq 75 dəfə. Bu şəkildə qeyd eləmiş olduq. Gəldik 75-ci suala. Bizə bu sualda deyilir ki, nisbi sakitlik vəziyyətində insan ürəyinin qulaqcıqlarının 7 dəqiqə boşalması zamanı mədəciklərin yığılmasının davam etmə müddətini dəqiqə ilə tapın. Biz bilirik ki, 0,8 saniyədə ürək qulaqcıqları 0,7 saniyə boşalma vəziyyətində olur. Və bu zamanda mədəciklər 0,3 saniyə yığılma vəziyyətində qalır. Yəni, qulaqcıqlar 0,7 saniyə boşalma vəziyyətində olanda, mədəciklər 0,3 saniyə yığılma vəziyyətində qalır. Düzdürmü? Bəs 7 dəqiqə qulaqcıqlar boşalma vəziyyətində olsa, mədəciklər nə qədər yığılma vəziyyətində olar? X qoyduq. X-imiz də burada 7-ni 0,3-ə vurub 0,7-yə böləndə cavabımız 3 dəqiqə olaraq tapmış oluruq. 76-cı sualda bizə deyilir ki, nisbi sakitlik vəziyyətində insan ürəyi qulaqcıqlarının boşalmasının ümumi müddəti 70 dəqiqə olmuşdur. Mədəciklərin yığılmasının davam etmə müddətini tapın. Yenə həmin şeydir. Biz bilirik ki, 0,8 saniyə ürək siklində qulaqcıqlar boşalır 0,7 saniyə. Və bu zamanda mədəciklər həmin sikl ərzində 0,3 saniyə yığılma vəziyyətində olur. Düzdürmü? Bəs 70 dəqiqə bu boşalma vəziyyətində olarsa qulaqcıq, mədəcik neçə dəqiqə yığılma vəziyyətində olacaq? X bərabərdir 30 dəqiqə olacaq bizim cavabımız. 77-ci sualda nəbzi deyir 30 saniyədə 75 dəfə vuran adamın ürək siklində. Demək, sikli birinci buradan tapmalıyıq. Görsünüzmü? Hissə gedin. Zaman bölünsün vurğunun sayı. 30-u böldüm 75-ə. Tapdım ki, burada 0,14 saniyəlik ürək sikli elədir. Deyir, ikinci fazanın davam etmə müddəti birinci fazanın davam etmə müddətindən neçə saniyə çoxdur? Normalda 0,8 saniyəlik sikldə 0,8 saniyəlik sikldə İkinci fazanın davam etmə müddəti 0,3 saniyədir. Birinci fazanın davam etmə müddəti nə qədərdir? 0,1 saniyə. 0,3 0,1-dən nə qədər çoxdur? 0,2 saniyə çox olmuş olur. Düzdür? Bəs bu sikl 0,4 saniyəlik olsa nə qədər olacaq? Bura x qoydum. X də bərabərdir. Cavabımız elədir 0,1 saniyə. Yəni 77-ci sualın cavabı 0,1 saniyə oldu. Gəldik 78-ci sualda. Bizə deyilir ki, nəbzi 30 saniyədə 75 dəfə vuran adamın yenə həmin
Şey yazırıq, sikl bərabərdir zaman bölünsün vurğunun sayı 30'u böldük 75'e və ürək siklimizi tapdıq 0,4 saniyə. Və bizə deyilir ki, üçüncü fazanın davam etmə müddəti bu 0,4 saniyədir normalda. Birinci fazanın davam etmə müddəti normalda 0,1'dir. Fərq nə qədərdir bunlar arasında? 0,4-dən 0,1 çıxanda edir 0,3. Düzdürmü? Bu 0,8 saniyəlik sikldə üçüncü faza ilə birinci faza arasındakı fərq 0,3 saniyədir. Bəs 0,4 saniyəlik sikldə bu nə qədər olacaq? X qoydum. X də bərabərdir 0,15 saniyə tapdığım cavab. 79-cu sualda 100 metrlik məsafəni qaçan adamın nəbzi 1 dəqiqədə 150 vurğuya bərabərdir. Belə bir nəbz vurğusu şəraitində ürək sikli neçə saniyə çəkər? Sikl bərabərdir. Sikl istəyir də bizdən. Yenə zaman bölünsün vurğunun sayı. Düzdür? 1 dəqiqə 60 saniyədir. 60'ı böləcəm 150'yə və cavabımız 0,4 saniyə tapmış olacaq. 79-cu sualın cavabı oldu 0,4 saniyə. 80-ci sualda deyir insanda ürəyin 1 saniyəlik sikli şəraitində ürək vurğusu 200 ədəd olmuşdur. Bu vaxt ərzində, indi gəlin vaxtı tapaq. Sikl bərabərdir zaman bölünsün vurğu sayı. Buradan t'ni tapanda t bərabərdir n vurulsun sikl. O da bərabərdir 200'ü vuranda 1'ə. Bu elədir 200 saniyə zaman. Deyir bu zaman ərzində 0,8 saniyəlik ürək sikli şəraitində neçə ürək vurğusu olar? İndi həmin şeydən biz nəyi tapmalıyıq? Ürək vurğusunu, yəni bu düsturdan eni tapmalıyıq, düzdürmü? Eni tapanda nə edirik? T'ni bölürük siklin bir siklə sərf olunan zamana. Ümumi zamanımızı 200 saniyə tapmışıq da, düzdürmü? Həmin bu 200'ü də bölürəm 0,8 saniyəlik sikl deyib baxı bu səfər. Bu ki cavabım burada olur. Nə qədər? 200 demək 50 saniyə zaman. Bu şəkildə qeyd eləmiş olduq biz 80-ci sualın cavabını. Devam edirik. 81-ci sualda bizə deyilir ki, insanda ürəyin 0,8 saniyəlik sikl şəraitində 200 vurğu olmuşdur. Bu vaxt ərzində. İndi zamanı tapmalıyıq. Yenə sikl bərabərdir t bölünsün n düsturundan. T'ni tapanda n'i vurmalıyam siklin sayına. Siklə sərf olunan zamana. 200'ü mən vuranda 0,8'ə cavabım eləyir 160 saniyə. Deyir bu zaman ərzində neçə ürək vurğusu olar? Buradan yəni eni istəyir də, düzdürmü? Eni buradan tapanda da t'ni bölməliyəm siklin sayına. 160'ı bölürəm 1 saniyəlik sikl şəraitində istəyib də, düzdür? 1'ə bu da eləyir 160 vurğu. Bu cür qeyd eləmiş olduq. Gəldik 82-ci sualda. Deyir ki, əgər 1 saatda 4,5 aylıq bətindaxili dölün ürəyi 4500 dəfə yığılarsa, 30 dəqiqə müddətində onun anasının ürəyi neçə dəfə vurar? Və deyir ki, dölün ürək döyüntüləri anasındakından 2 dəfə çoxdur. 1 saat 60 dəqiqədir. 60 dəqiqədə dölün ürəyi 4500 dəfə vurubsa, bəs 30 dəqiqədə nə qədər vuracaq? X qoyduq. X bərabərdir. Bu elədir 2250 dəfə. Dölün ürəyi döyünür. Və bu da ananın ürəyindən 2 dəfə çox vurursa, 2250'ni də mən böləcəm 2'yə, tapacam ki, 82-ci sualda cavab
1125 döyüntü olmuş olur. 83-cü sualda yuxarı və aşağı boş venalarla ürəyə gələn qanın miqdarı 2 bölünsün 3 nisbətindədirsə, yuxarı boş venalı ürəyə gələn qan yetkin insanın bədənindəki qanın miqdarının neçə faizini təşkil etmiş olur? Və deyir ki, bu zaman ərzində ürəkdən aortaya vurulan qanın həcmi 0,5 litrdir. 2 hissə yuxarı boş venadsa, bura mən yazaram 2x. 3 hissə də aşağı boş venadsa, buna da yazaram 0,10. Bu nədir? 3x. Bərabər eləyərəm aortadan vurulan qanın miqdarına. Niyə görə? Çünki aortadan vurulan qanın miqdarı ürəyə gələn qanın miqdarına bərabərdir. Yuxarı və aşağı boş vena ilə. 5x burada bərabərdir 0,5-ə, x də bərabərdir 0,1 litrə. X bərabərdir. Axı yuxarı boş vena ilə ürəyə gələn qan 2x idi. X-in yerinə gətirib 0,1-i qoyanda 2-ni vurursan 0,1-ə, bu da eləyir 0,2 litr. Düzdür? Və deyir ki, bu qan orqanizmdə olan 5 litr qanın neçə faizini təşkil edir? 5 litr 100%dirsə 0,2 litr neçə faiz olacaq? X qoydun. 0,2-ni 100-ə vuranda 20 eləyir. Onu da 5-ə böləndə cavabımız 4% olaraq götürülməlidir. 84-cü suala gəlirik. Burada bizə deyir ki, normal şəraitdə tənəffüs zamanı insan 120 tənəffüs hərəkəti etmişdir. Bu zaman nisbi sakitlik halında ürək mədəciklərinin boşalmasına nə qədər vaxt sərf olunur? 1 dəqiqədə 16 tənəffüs hərəkəti olarsın. 1 dəqiqədə 16 tənəffüs hərəkəti olarsa, bir tənəffüs hərəkəti biz bilirdik ki, bir dənə tənəffüs hərəkəti bərabərdir 3,75 saniyə. 120 tənəffüs hərəkəti veribsə, mən 120-ni vuracağam 3,75-ə. Burada bizim görək cavabımız bir dəqiqə hesablayaq. Görək nə qədər eləyir bizim cavabımız. Bu eləyir 450 saniyə. 450 saniyə. Nisbi sakitlik halında ürək mədəciklərinin boşalmasına 0,8 saniyədə 0,3 saniyə vaxt sərf olunubsa, 450-yə də qoyacağım x. Və buradan da cavabımız 450-ni vuranda 0,3-ə, böləndə 0,8-ə cavabımız eləyir. X bərabərdir 168,75 saniyə. Səhv etmirəmsə, bu sualın cavabını bizdə necə deyim? Bu sualın cavabını bizdə 0,3 yox, burada mədəciklərin boşalması 0,5. Üzr istəyirəm, burada biraz mexaniki səhv getdi. Bu eləyir 281,25 saniyə. Düzdür? Ürək mədəciklərinin boşalmasına nə qədər vaxt sərf olunur? Bu qədər saniyədir. Və bunu biz dəqiqəyə çevirməliyik. Cavabı çünki dəqiqə ilə istəyibdir. Bu zaman da bunu böləcəm 60-a. Və təqribən cavabımız 4,68 eləyir. Təqribən cavabımızı 4,7 götürmüş olacağıq burada. 85-ci sualda. Qan insanın ağciyər kapilyalarına 37,5 mm məsafə qət etmişdir.
Bir saniyede 0,5 millimetre yol gedirsə, bəs nə qədər vaxtda 37,5 millimetr gedəcək? X bərabərdir 75 saniyə. Və deyir ki, ürək sikli 0,5 saniyə olarsa neçə nəbz vurgusu olar? Ee, Yenə sikl bərabərdir zaman bölünsün n düsturundan. N'i tapanda n bərabərdir t'ni bölək siklə sərf olunan zamana. Yəni 75'i böləndə 0,5'ə cavabımızı 150 vurgu tapmış oluruq. Gəldik 86-cı suala. Qan insanın ağzıyan kapillarlarına 37,5 millimetr yol gedir. Yine 1 saniye 0,5 millimetrdir. Bəs neçə saniyə 37,5 millimetr olacaq? X bərabərdir 75 saniyə. Düzdür. Bu zamanda yenə 0,6 saniyəlik bu səfər sikl istəyir. Yenə sikl bərabərdir. Zaman bölünsün vurğunun sayı. Buradan n'i tapanda zamanı bölürəm. Siklə sərf olunan zamana. Yəni 75'i bölürəm 0,6'ya. Cevabım deyir 125 vurgu. 87-ci sualda insanda ürəyin 0,4 saniyelik sikli şəraitində 100 nəbz vurgusu baş vermişdir. Bu zaman müddətində zamanı tapmalıyım. Yenə bax bu düsturdan siklin yerinə 0,4 qoyuram. Vurğunun yerinə n qoyuram. Vurğunun yerinə 100 yazıram. T'miz qalıb yerində. T'ni tapanda T olur 40 saniyə. Deyir ki, bu zaman müddətində ürək siklinin 3-cü fazasına sərf olunan vaxt 2-ci fazaya sərf olunan vaxtdan neçə saniyə çoxdur? Demək, normalda 3-cü fazaya 0,8 saniyəlik sikldə sərf olunur. Nə qədər vaxt? Tam 14 saniyə. İkinci fazaya sərf olunur 0,3 saniyə. Nə qədər çoxdur? 0,1 saniyə çoxdur. Bəs 40 saniyə vaxt ərzində nə qədər çox olacaq? X. X də bərabərdir. Cavabımız eləyəcək 5 saniyə çox. 88-ci sualda. İnsanda ürəyin 0,5 saniyelik sikl şəraitində 80 vurğu baş vermişdir. Yenə sikl bərabərdir T bölünsün N. Buradan biz nəyi tapırıq? T'ni tapırıq da, düzdür. T bərabərdir. Sikli vururam vurğunun sayına. N'ə, yəni 80'i vuracağım 0,5'ə. Bu da eləyəcək 40 saniyə. Bu vaxt ərzində deyir, 3-cü fazaya sərf olunan zaman 1-ci fazaya sərf olunan zamandan neçə saniyə çoxdur? 0,8 saniyəlik sikldə 3-cü fazaya sərf olunur 0,4 saniyə, 1-ci fazaya sərf olunur 0,1 saniyə. Nə qədər, neçə saniyə çoxdur? Bu 0,4-dən 0,1-i çıxanda 0,3 saniyəlik vaxt sərf olunur. Düzdür? Çox olur yəni. Bəs 40 saniyə olsa nə qədər olacaq? X. X'i buradan tapanda da 40'ı 0,3'ə vuracağıq. Böləcəyik 0,8'ə və cavabımız olacaq 15 saniyə çox. 89-cu sualda insan orqanizmi üçün uyğunluğu müəyyən edin. Ağciyər venası qanı ürək boşluğuna gətirir. Demək, birinciyə qanı ürək boşluğuna gətirir. B. Oksigenlə zəngin qan axır. Y. Ağciyər arteriyasında venoz qan axır. Kiçik qan dövranına aid deyil deyib. C bəndə heç birinə aid deyil. Divarı təhqiqatlıdır. Heç birinə aid deyil. 1'ə B'ye, 2'ye də A aid olacaq burada. 89-cu sualda.
Gəldik 90-cı sualda. Mətndə buraxılmış sözlərin ardıcıllığını müəyyən edin. İnsanın ürək boşluğunun sağ hissəsində venoz qan olur. 2 ilə başlayırıq buradan. Sağ qulaqcıq ilə sağ mədəcik arasında taylı qapaqlar yerləşir. Hətta 3 taylı qapaqlar yerləşmiş olur. Sol mədəcikdən nə ağciyər kötüyü və yaxud da ağciyər arteriyası deyərək başlanğıc götürmüş olur. 2, 3, 6 şəklində sol mədəcikdən aorta başlanğıc götürülür. Sağ mədəcikdən ağciyər arteriyası 2, 3, 5 şəklində qeyd eləmiş oluruq biz cavabımızı. Davam edirik. 91-ci sualda. Mətndə buraxılmış sözlərin ardıcıllığını müəyyən edin. İnsanın ürək boşluğunun sol hissəsində arterial qan olur. 1. Sol qulaqcıq ilə sol mədəcik arasında 2 taylı qapaq. 3. Sol mədəcikdən aorta başlanğıc götürür. 5 şəklində yazdıq cavabımızı. 92-ci sualda yenə buraxılmış sözlərin ardıcıllığını yazacağıq. İnsanda ürək orta döş xəttindən sol tərəfdə yerləşir. 8 ilə başladıq. Qulaqcıqlarla mədəciklər arasında taylı qapaqlar yerləşir. 1. Mədəciklərlə ürəkdən çıxan damarlar arasında aypara qapaqlar yerləşir. 2. Qulaqcıqların yığılması 0,1 saniyədir. 5. Qanda yad hissəciklərin tutulub məhv edilməsi faqostoz adlanır. 3. Bu şəkildə qeyd eləmiş olduk. Doksan üçüncü sualda insanda qanın böyrək venasından başlayaraq arterial qanı bilavasitə ürək boşluğuna qaytaran damara qədər keçdiyi yolun ardıcıllığı. Böyrək venasından başlayaraq arterial qan, böyrək venası gəlib qoşulur aşağı boş venaya. 5. O gəlir ürəyin sağ hissəsinə daxil olur, sağ qulaqcığına. 4. Oradan ürəyin sağ mədəciyinə. Sağ mədəcikdən çıxır, ağciyər kötüyü ilə ağciyər arteriyası ilə gedir ağciyərə. Ağciyər kapilyarlarını keçəndən sonra gəlir hara? Ağciyər kapilyarlarını keçəndən sonra gəlir ağciyər venası ilə ürəyin sağ hissəsinə, demək, ürəyin sol qulaqcığına. Ağciyər venası 3 də yazdıq burada. Burada təbii ki, böyrək venasından başladığına görə böyrək venasını götürməliyik. 1, 5, 4, 2, 6, 3. 94-cü sualda deyir, insanda qanın aortadan başlayırsa bir aortanı götürdük. Venoz qanı ürək boşluğuna qaytaran. Aortadan sonra demək, qarın aortası 3, böyrək arteriyası 4, böyrək kapilyarları 2, böyrək venası 5, aşağı boş vena 6. Yəni ardıcıllığımızı bu şəkildə düzmüş olduq. Bir də burada 16 dənə qan xəstəlikləri, immunitetə aid testlər var. Gəlin bunlara da baxaq. Dil qanın pis laxtalanmasına səbəb verilənlərdən hansının çatışmazlığıdır? Təbii ki, qanda biz bilirik kalsium duzları çatışmayanda qanın laxtalanması prosesi pozulmuş olur və bir də K vitamini də burada təbii ki rol oynayır. İkinci sualda epidemiya təhlükəsi gözlənirdikdə vəba və yaxud da digər kimi hansı tibbi tədbirlərin tətbiqi daha səmərəlidir? Yəni hələ xəstəliyi tutmamışıqsa biz nə etməliyik? Həmin xəstəliyə qarşı peyvənddən istifadə edə
bilərik. Ona görə cavabımız A bəndi olmuş olacaq. Üçüncü sualda infeksiyon xəstəliklərə qarşı insana vurulan peyvəndlərin tərkibi hansı variantda düzgün göstərilmişdir? Xəstəliyi nə etmiş olur? Yəni törədicisini zəiflədirlər, sağlam insana vururlar. Aha, öldürülmüş veya zəiflədilmiş mikroblar. Cavabımız B bəndi olacaq. Dördüncü sual. Xəstəliklərdən hansına qarşı peyvənddən istifadə olunmur? Təbii ki, ateroskleroza qarşı peyvənddən istifadə olunmaz. Cavabımız C bəndidir. Gələk burada. Edward Jenner deyir, təbii çiçək xəstəliyinə qarşı vaksin hazırladığı zaman inəyin süd vəzisinin qovluğundan maye götürdü. 8 yaşlı oğlanın əlinin dərisinin altına yeritdi. Bu prosedur zaman inək və oğlanın müvafiq olaraq çiçək xəstəliyi baxımından vəziyyəti necə idi? İnəkdə artıq bu xəstəlik var olduğuna görə inək xəstə idi, amma oğlan sağlam olmuşdur. Cavabımız Y bəndi. Altıncı sual. Hansı xəstəliyə insan bir neçə dəfə tutula bilər? Cavabımız burada bizim demək götürüləcək difteriya xəstəliyi bir neçə dəfə insan tutula bilər. İnək taunu donuz vəbasına ümumiyyətlə insan tutulmaz. Göy öskürəklə təbii çiçəyi bir dəfə keçirtdi. Amma difteriyanı bir neçə dəfə keçirə bilər. 7-ci sual. Zəif venoz qanaxması zamanı hansı tədbir görülməlidir? Düzdür, zəif venoz qanaxmada biz deyirik ki, kapilyardakı kimi yod tinkturası sürtürük, dezinfeksiya edirik, amma sonra damarın divarına nə edirik? Sıxıcı sarğı qoymaq lazımdır. Cavabımız D bəndi olacaq. Ona görə də 7-ci sualın cavabı. 8-ci sualda arterial qanaxma zamanı birbaşa turuna qoymaq lazımdır. Yaradan yuxarıya. Bəli, Y bəndi olacaq bizim cavabımız. 9-cu sualda insanda daxili qanaxma hansı boşluqlarda ola bilər? Kəllə, döş və qarın boşluqlarında. Cavabımız A bəndi olacaq. 10-cu sualda güclü venoz qanaxması zamanı hansı tədbir görülməlidir? Arteriyada olduğu kimi turuna qoymaq lazımdır. Demək A bəndində turna. Bəli, bu şəkildə. A bəndi. Gəldik 11-ci sualda. Ateroskleroz hansı damarların funksiyasının pozulması ilə əlaqədardır? Arteriya damarlarının funksiyasının pozulması ilə əlaqədar olur. Ona görə yalnız 3 cavabımız A bəndidir. 12-ci sualda deyir ki, X mikroorqanizminin törətdiyi xəstəliyə qarşı immunitet yaratmaq məqsədi ilə fəridə peyvənd, piruza isə fəriddən peyvənd olunduqdan sonra alınan zərdaf olur. Doğru olan ifadələri müəyyən edin. Peyvənd və zərdabın tərkibi tamamilə eynidir. Xeyr, peyvəndin zərdabın tərkibi eyni olmur. Çünki peyvənd həmin törəticini zəiflədib köçürdürlər. Antigeni köçürdürlər fəridə, antiteli köçürdürlər virusa. Ona görə eyni olmaz. Firuzda fəriddən alınan zərdaba qarşı antitel yaranacaq. Yox, zaten elə firuzun özünə antitelin özü köçürülür. Niyə görə yenidən antitel yaransın ki? Zərdabda fəridin keçirdiyi X xəstəliyinin zəiflədilmiş törədicisi var. Bəli, bu doğru bir fikirdir. Doğru bir fikirdir. Yəni bu törədici zaten onun qanında var. Qanın da plazmasını köçürəndə olacaq. Hər ikisində süni immunitet yaranacaq, doğrudur. Peyvəndin tərkibində demək, peyvəndin tərkibində zəiflədilmiş X törədicisi var, bu doğrudur. Üçüncü fikir burada səhvdir.
Zərdabda fərdin keçirdiyi X xəstəliyinin zəiflədilmiş törədicisi olmur. Zərdabda konkret olaraq antitelin özü olur. Burada mexaniki olaraq səhv elədim. Cavab 4 və 5 C bəndi götürülmüş olacaq. 13-cü suala baxdığımız zaman verilənlərdən hansı bilavasitə qanın rəngsiz hüceyrələrinin yaratdığı müdafiə formasıdır? Aha, demək burada yəni leykositlərin yaratdığı şeydir də deyir. Burada biz fagositozu götürəcəyik 2-ni mütləq şəkildə. Bir də antitelləri götürəcəyik də, yəni anticisimləri 4-ü götürəcəyik. Cavabımız C bəndi olacaq. Sonra ana südüdür, yəni bunu leykositlər yaratmır. Peyvənddir, bunu da leykosit eləmir. Rezus amildir qəti şəkildə. 14-cü sualda insanın immun çatışmazlığı virusu ilə əsasən yoluxur. Əsasən yoluxur. Yəni bu virus QİÇS xəstəliyini törədir. QİÇS xəstəliyi necə yoluxur? Qan vasitəsilə, cinsi yolla, anadan övladına. Yəni 14-cü sualda 2 3, 4 olacaq. 2, 3, 4. Transmissiv yol zaten elə qan vasitəsilə deyil. Transmissiv yol həşəratlarladır. 3, 4, 6. Mənə baxın. 3, 4, 6. Həşərat bunu düşdüyüb keçirdə bilməz axı. 3, 4, 6 götürüldü cavabımız. 15-ci sualda leykoz xəstəliyi zamanı qırmızı sümüklüyü daha çox ağ qan hüceyrəsi yaradır. Doğrudur. Sarı sümüklü daha çox eritrosit yaradır. Xeyr. Qırmızı sümüklü normadan az leykosit yaradır. Xeyr. Qanda qırmızı qan hüceyrələri miqdarı artır. Xeyr. Qanın rəngi dəyişir. Bəli. Qanda qırmızı rəngli nüvəsi hüceyrələri miqdarı azalır. Eritrositlər miqdarı azalır. Bəli. Cavabımız 1, 5, 6 şəklində götürüləcək. Gəldik 16-cı sual. Burada sonuncu sualdır. Görəkdir, uyğunluğu müəyyən edir. Xəstəliklər insan ümumiyyətlə tutulmur deyirsə, donuz vəbası it taunu 1-ə aiddir. C, D. İnsan yalnız bir dəfə tutulur. Qızılcaya və təbii çiçəyə bura aiddir. B, Y. İnsan bir neçə dəfə tutula bilər. Qripə A. Demək, 1-ə oldu C, D, 2-yə B, Y, 3-ə A. Belə, əzizlərim, bu dəfəki test izahlarımızdan bu qədər. Sağ olun, hələlik.